Məsələdə də yenə bir başlanğıc məhlulun kütləsi omega 25-dir. Həll olmuş maddənin başlanğıc məhlulda kütləsi. Yəni həll olmuş deyəndə həll olan maddə duz ola bilər, şəkər ola bilər. Deməli 40 qram veribdir. Başlanğıc məhlula əlavə edilmiş həll olan maddənin kütləsi 40 qram. Yəni əvvəlki həll olan maddəm 40-dır. Başlanğıc məhluldan söhbət gedir və başlanğıc məhlulda həll olan maddənin kütləsi 40-dır, yəni duzun. Və başlanğıc məhlulun faizi isə 25-dir. Deməli, 25-in 40%dir, 40 qramdır. 25% olanda 40 qram olurdu. Bəs 100%-im, yəni əvvəlki məhlulum nə qədərdir, onu tapıram. Məhlulu yazacağım. Deməli, məhlulu tapmaq istəyirəmsə, həll olan maddəm 40 qramdır, 25% imiş, 100%im nə qədərdir, onu tapıram. O da bura 4, 160 qram. Deməli, əvvəlki məhlulum 160 qram imiş və mənə deyir ki, başlanğıc məhlula əlavə edilmiş maddənin. Deməli, 160 qram idi məhlulum, üzərinə 40 qram da və buradakı 40 qram da duz əlavə ediblər, yəni həll olan maddə. Əvvəlki duzum 40 qram idi. Təzədən əlavə elədikləri üçün duzun üzərinə əlavə olunur. Yazdım. Və deyək ki, başlanğıc məhlula əlavə edilmiş maddə tam həll olarsa, bunun qatlılığını hesablayın, yəni vururam 100-ə. Bilirik ki, omeqamız nəyə bərabərdir? Həll olan böl məhlul vur 100-ə. Həll olanımız, yəni duzumuz, əvvəlki duzumuz 40 idi, sonradan əlavə olunan 40-dır. Əvvəlki məhlulumuz 160-dır, sonradan əlavə olunan da 40-dır. O da eləyəcək 80 böl 200 vur 100. O da ixtisar gedir. Sıfırlar 82-yə bölündü 40. Cavab edir 40%.